İlk sualımızda görürük ki cümləmizdə inkar var. İnkar olduğu üçün təsdiqləri atmalıyıq. So, to gedir. 7 isə baxırıq ki, Nadirin özü inkardır, amma burada ikinci inkar verib, ona görə səhvdir. Deməli, doğru cavabımız D variantıdır. İkinci sualda isə görürük ki, cümləmizdə inkar var. Ona görə sonu atırıq, çünki təsdiq bildirir. 7 isə görürük ki, bir cümlədə 2 inkar olmaz. Bunlar da çıxar və görürük ki, cümləmizdə nədir? Bu indiki zamandadır və ona görə biz nəyi götürməliyik? Does və olur cavabımız A variantı. Çünki was burada keçmişdir. Daha sonra isə üstə baxırıq ki, deməli, burada görürük ki, cümləmiz nədir? Təsdiqdədir. Biz burada inkarları atmalıyıq. Deməli, burada B və D variantları var. Burada görürük ki, to be istifadə olunub. Ona görə biz do-nu atırıq və yerdə qalır nə? D variantı. Daha sonra isə 4-də görürük ki, cümləmiz nədir? Təsdiqdədir və burada inkarı atsaq, deməli 4 gedir. Həmçinin 3-ü də atmalıyıq və burada nə qalır? 1, 2, deməli 4 olur A variantı. 5-də isə baxırıq ki, burada cümləmiz nədir? Təsdiqdədir. Deməli, inkarları atmalıyıq. Və burada B, Y variantları qalır. Burada görürük ki, to be yoxdur. Biz to be-ni olan deməli nə edirik? Atırıq. Və deməli burada nə qalır? Y variantı. Çünki burada nə var? Bizdə xəbər, yəni işlənib. Daha sonra isə deməli burada 6-ya baxaq. 6-da isə görürük ki, cümləmiz təsdiqdədir. Birinci inkarları atsaq, B-ni atırıq. Daha sonra D-ni və bunlar gedir. Və görürük ki, cümləmiz nədir? Keçmiş zamandadır. Həmçinin A-da gedirdi burada. Burada deməli C və Y qalır və burada to be olmadığı üçün biz V-ni götürmürük. Qalır nə? C variantı. Deməli bizdə hərəkət, feil varsa, bu zaman do, does, diddən istifadə edirik. Yox, əgər ki, to be varsa, to be-nin formaları olmalıdır. Daha sonra isə 7-də deməli görürük ki, cümləmiz nədir? Təsdiqdədir. Burada deməli inkarları atsaq, deməli burada A və Y variantları qalır. Burada isə görürük ki, nədir? Feil işləm. Feil işləmsə deməli biz diddən istifadə etməliyik. A olur. Çünki Y-də bizə to be istifadə olunmadığı üçün V-ni götürə bilmərik. Daha sonra isə baxaq 8-ə. 8-də isə görürük ki, cümləmiz təsdiqdədir. Ona görə didn't, daha sonra deməli 4 çıxır. Çünki bunlar inkarlardır. Burada isə nə qalır? 1, 3, deməli D variantı olur. Daha sonra isə 9-da görürük ki, cümləmiz nədir? İnkardadır. Deməli təsdiqləri atmalıyıq. Daha sonra isə deməli either olan cümlədə bizdə inkar olmalıdır. Amma bu təsdiqdə verib də 3-də gedir. Burada isə nə qalır? 1, 4, deməli B variantı. Daha sonra isə ona baxırıq. Onda görürük ki, cümləmizdə nə var? İnkar var. Deməli biz təsdiqləri atmalıyıq. Daha sonra isə burada either olan cümlədə deməli nə olmalıdır? İnkar olmalıdır. Amma 3-də yoxdur. Deməli 1 doğrudur və 4, o da olur bizim doğru cavabımız Y variantı. 11-də isə baxırıq ki, cümləmizdə to be var və cümlə təsdiqdədir. Deməli, birinci biz inkarları atmalıyıq. Burada inkarları yəni atsaq, deməli A, B, C gedir və burada D, Y qalır. Burada isə batın bir tərəfi təsdiq, bir tərəfi inkar olmalıdır. Amma burada batın hər iki tərəfinə təsdiq verib. Ona görə Y səhvdir, yerdə nə qalır? Deməli D variantı. Daha sonra isə 12-yə baxırıq. 12-də isə görürük ki, cümləmiz təsdiqdədir. Əvvəlcə inkarları ataq. Deməli, burada gedir. Elə nə qalır? Deməli, 12-də B olur. 13-də isə baxırıq ki, cümləmiz təsdiqdədir. İnkarları yəni atsaq. Burada deməli, hər biri gedir. Yerdə nə qalır? Y variantı. 14-də isə görürük ki, cümləmiz təsdiqdədir. İnkarları əvvəlcə atırıq və yerdə qalır A variantı. 15-də isə baxırıq ki, cümləmiz təsdiqdədir. Deməli, inkarlar burada gedir. Və burada baxırıq ki, yəni batın bir tərəfi təsdiq olmalıdır, bir tərəfi inkar. Amma burada batın hər iki tərəfinə, hər iki cümləsinə təsdiq veriblər. Ona görə bu səhvdir. Yerdə isə nə qalır? Deməli, B variantı. Daha sonra isə 16-ya baxırıq. 16-da görürük ki, cümləmiz inkardadır. İnkardadırsa deməli, biz təsdiqləri atırıq. Solar gedir, to gedir. Bir cümlədə də 2 inkar olmaz. Yerdə qalır nə? Deməli, B variantı. 17-də isə baxırıq ki, cümləmiz təsdiqdədir. Deməli, burada inkarları yəni atsaq
Və burada A ilə S qalır. Görürük ki, burada nə var? Feilimiz var. Feil varsa biz burada is atırıq. Çünki to be-nin, yəni burada versiyalar istifadə olmadığı üçün, formalar istifadə olmadığı üçün biz deməli feil olanı götürürük. O da olur nə? Deməli C variantı. 18-də isə deməli görürük ki, cümləmiz inkardadır. Təsdiqləri atsaq, so gedir, to gedir, sonra so gedir və burada B, C variantları qalır. Görürük ki, burada feil varsa biz izi götürə bilmərik. Burada nə olur? C variantı. Daha sonra isə 19-a baxırıq. 19-a deməli cümləmiz təsdiqdədir. İnkarlar çıxır buradan və yerdə qalır nə? Deməli C variantı. 20-də isə baxırıq ki, yenə cümləmiz nədir? Təsdiqdədir. Və burada inkarlar deməli çıxır buradan. Bunlar gedir və yerdə qalır deməli Y variantı. 21-də isə baxırıq ki, cümləmiz təsdiqdədir. Cümləmiz təsdiqdədirsə deməli burada inkarları atırıq. İnkarlar getdikdə isə yerdə nə qalır? Deməli C variantı. 22-də isə baxırıq ki, burada cümləmiz təsdiqdə işlənib. Təsdiqdə işlənibsə deməli inkarlar burada çıxır və yerdə qalır nə? Deməli B variantı. 23-də isə deməli görürük ki, cümləmiz təsdiqdədir. Burada inkarları atsaq, inkardan bağlı olanları B, C və Y variantı qalır. Və burada deməli görürük ki, nə var? Hərəkət var. Hərəkət varsa biz deməli, yəni feil varsa to be-ni istifadə etmirik. Yerdə isə nə qalır? C variantı. Daha sonra isə 24-də baxaq. 24-də görürük ki, cümlədə feil var və təsdiqdə işləm. Təsdiqdə isə inkarları biz deməli atmalıyıq. Və deməli D, Y qalır. Burada görürük ki, nədir? Hərəkətdir. To be işlənməyib. To be işlənməyibsə deməli D-ni götürmürük və yerdə nə qalır? Deməli Y variantı. 25-də isə görürük ki, cümləmiz təsdiqdədir və burada nə işlənib? Feil işlənib. Deməli, əvvəlcə inkarları atsaq, burada deməli nə qalır? Daha sonra görürük ki, bu nədir? Yəni hərəkət bildirir və yəni burada feillər nədən istifadə edir? Do, does və diddən. Bu isə indiki zamanda does uyğun gəlir və cavabımız A olur. Burada C-də deməli is var, burada is var. Bizdə isə cümlədə to be istifadə olunmuyor. Daha sonra isə burada 26-da baxırıq ki, cümləmiz nədir? İnkardadır. Deməli, təsdiqləri atırıq. So gedir, to gedir, also gedir. Və burada aydır, deməli, nə olmalıdır? İnkar cümlədə işlənmədən bu təsdiqdə işlənir. Və aydır cümlənin sonunda olur, əvvəlində yox. Və yerdə isə nə qalır? Deməli, A variantı. 27-də isə görürük ki, cümləmizdə nə var? İnkar var. İnkar varsa deməli biz təsdiqləri atmalıyıq. Burada deməli so gedir, also gedir, to gedir. A və B qalır və burada aydır cümlənin həm sonunda işlənməlidir, həm də ki inkar cümlədə işlənməlidir. Yerdə isə nə qalır? Deməli A variantı. 28-də görürük ki, cümləmiz təsdiqdədir. İnkarları əvvəlcə deməli atırıq və burada yerdə nə qalır? Deməli D variantı. 29-da isə baxırıq ki, cümləmiz təsdiqdədir. İnkarlar deməli burada çıxır və burada nə qalır? Deməli B variantı. 30-da isə baxırıq ki, cümləmiz nədir? İnkardadır. Burada so, to, bunlar təsdiqdədir. Bunlar gedir. Aydın isə olan cümlədə inkar olmalıdır. Ona görə isə də gedir və yerdə nə qalır? Deməli A variantı. Daha sonra 31-ci sualda görürük ki, cümləmiz inkarda işlənib. Ona görə təsdiqləri atmalıyıq və buna görə B, D, Y variantları gedir. Və aydın olduğu cümlədə isə inkar işlənmədən bu təsdiqlə verildiyi üçün deməli bizim cavabımız A variantıdır. 32-də isə görürük ki, cümləmiz nədir? Deməli inkardadır və burada təsdiqləri atırıq. Burada qalır A və C variantı. Bir cümlədə 2 inkar olmaz. Ona görə bizim doğru cavabımız C-dir. 33-də görürük ki, cümləmizdə nə var? İnkar var. Deməli, burada təsdiqləri atmalıyıq. To gedir, daha sonra so gedir. Deməli, burada B və Y variantları qalır və görürük ki, burada feilimiz var ki, həm indiki zamanı, həm keçmiş zamanı, yəni birinci və ikinci forması eynidir. Və bu, görürük ki, üçüncü şəxsin nədir? Təkiddir. Və bu, üçüncü şəxsin təkiddirsə, deməli, bunun kökündə S olmalıydı. Əgər S yoxdursa, deməli, bu keçmişdir. Ona görə does yox, deməli, biz diddən istifadə etməliyik. 34-də isə görürük ki, cümləmiz nədir? İnkardadır. Burada təsdiqlər deməli çıxır. Və bir cümlədə deməli 2 inkar olmasına görə D variantı da çıxır. Və burada görürük ki, bat varsa, batın
bir tərəfə təsdiq, bir tərəfə inkar və yaxud da ki, əksinə, yəni birinci tərəfə inkar, digər tərəfə təsdiq olur. Amma burada baxırıq ki, hər iki tərəfə inkar verib. Deməli, A variantı da gedir və burada deməli nə qalır? C və Y variantları. Görürük ki, burada won't var. Want nəyin qısaldılmış haldır? Will not'ın. Deməli, bu nədir? Gələcək zamandır. Yəni, biz burada nəyi seçməliyik? Deməli, C-ni seçməliyik. Çünki burada Y variantı nədir? Were keçmiş zamandır. Yəni, burada bu ilk əvvəl yazış cəhətdən bir-birinə oxşaya bilər, amma tamamilə fərqli şeylərdir. Çünki burada were not'ın da inkarı necə olar? Bu şəkildə. Deməli, burada won't və weren't fərqli şeylərdir. 35-də isə görürük ki, cümləmiz nədir? İnkardadır. Burada deməli təsdiqlər çıxır. Bunlar gedir. Və burada isə baxırıq ki, batın bir tərəfi inkar, yəni digər tərəfi təsdiq və yaxud da ki, yəni tərsinə də ola bilər. Birinci cümlə təsdiqdə, digər cümlə isə inkarda ola bilər. Amma burada isə baxırıq ki, hər iki tərəf inkarda verir. Ona görə bu səhvdir. Deməli, bizdə A və deməli D variantları qalır və burada isə biz zamanı dəyişməməliyik. A-da isə görürük ki, bu nədir? Can indiki zamandadır. Y-də isə nə qalır? Deməli, D variantı. 36 baxırıq ki, cümləmiz nədir? Deməli, inkarda işlənib. Deməli, biz təsdiqləri atırıq. Burada also gedir. Deməli, burada bizdə bat var A-da və Y-də və batın bir tərəfi inkar, digər tərəfi təsdiq olmalıdır. Və yaxud da ki, ilk cümləmiz təsdiqdə, digər cümləmiz isə inkarda olmalıdır. Və burada isə baxırıq ki, Y-də görürük ki, batın hər iki tərəfinə inkar verilib. Ona görə bu səhvdir. Və deməli, A-nı hərəkə yenə saxlayırıq və B-də isə görürük ki, burada nə verilib? Did keçmişdə verilib. Amma biz bir-iki zamanımızı dəyişməməliyik. Doesn't indiki zamandadır, did keçmişədir. Ona görə B-də gedir və Y-də isə nə qalır? Deməli, A variantı. 37-də baxırıq ki, cümləmiz nədir? Təsdiqdədir və deməli, burada biz inkarları deməli, nə edirik? Atırıq. Deməli, bunlar da gedir. Həmçinin Y variantında deməli, atırıq. Çünki burada nə olur? Also təsdiqdə, didn't inkardır. Bu da çıxar, yerdə nə qalır? Deməli, B variantı doğru cavabdır. 38-də isə deməli, baxırıq ki, cümləmiz təsdiqdədir. Biz burada inkarları atmalıyıq. Burada deməli, C və Y variantları qalır. Burada isə görürük ki, nə var? Has, üstəgəlsi made var. Deməli, bu nədir? İndiki bitmiş zamandır. Onda da biz nədən cavab verməliyik? Has'dən. Deməli, nə olur? Y variantı. Daha sonra isə baxırıq ki, burada 39-da görürük cümləmiz nədir? İnkardadır. Burada inkardadırsa biz təsdiqləri atmalıyıq. Y-də isə baxırıq ki, either olan cümlədə biz deməli nə işlətməliyik? Deməli inkar olmalıdır. Amma burada yoxdur. Burada deməli nə qalır? A variantı. 40-da isə burada nəyə baxırıq? Görürük ki, cümləmiz təsdiqdədir. Burada inkarları yəni atsaq, burada deməli 1, 2, 4 qalır və burada məntiqlə də baxa bilərik ki, yəni 2 və 4 bir-birinə oxşardır. Çünki ikisində də does var. Biz burada 1-i götürə bilmərik. Çünki burada nə var? Have to-dur. Have to nədir? Modaldır. Və have to modalın deməli sualı, təsdiqi və yaxud da ki, inkarı nədən istifadə edirik? Do, does, did və yaxud da ki, onların inkarından bu şəkildə. Orada nə olur? 2, 4, deməli 40-da C variantı olur. 41-də isə baxırıq ki, burada görürük ki, cümləmiz nədir? Təsdiqdədir. Buradan deməli 3 və 4 bunlar qalır. Burada isə görürük ki, bu nədir? Apostrofi S-dir və bundan sonra nə gəlib? ING söz gəlib. Bu da nəyin qısaldılmış halıdır? Is moving-in. Yəni, bu davam edici zamandır və biz burada nəyi götürürük? Is-i götürürük. Yəni, deməli, bu nədir? To be-dir. Deməli, apostrofi S-dən sonra əgər ki, sonunda id olan və yaxud ki, üçüncü formada olan feil varsa, bu bitmiş zamandır. Yəni, burada has-in qısaldılmış haldır. Yox, ing-li söz varsa, deməli, bu davam edici zamandır və davam edici zamanda nə olur? To be üstə gəlinsin, yəni ing-li söz. Və burada biz deməli, is olanı götürməliyik. Ona görə 1, 2-dir. Digəri isə deməli, nədir? 3-dür. Yəni, doğru cavabımız 2, 3 D variantıdır. 42-də isə baxırıq ki, burada deməli, nədir cümləmiz? Təsdiqdədir. Təsdiqdə isə biz burada inkarlar atmalıyıq, amma inkar yoxdur. Baxırıq ki, burada apostrofi S-dən sonra ing-li söz var. Apostrofi S-dən sonra əgər feilin 3-cü formadadırsa, bu deməli bitmiş zamandır və orada has-in qısaldılmış haldır. Yox, ing-li söz varsa, deməli bu is-in qısaldılmış haldır. Yəni to be-dir və burada davam edici zamandırsa nə olur? To be üstə gəlsin ing-li söz, yəni bu is looking-dir. Deməli, biz burada is, yəni to be-li olanları götürməliyik və burada da nə olur? Deməli, 1, 4, D variantı.
Daha sonra isə 43-ə baxırıq. 43-ə baxırıq ki, nədir? Cümləmiz təsdiqlidir. Birincisi burada inkarları deməli atırıq və yerdə isə nə qalır? 1, 2, deməli, daha doğrusu 5-i hərəkət saxlayırıq. 5-i niyə saxlayırıq? Çünki cümləmizdə nə var? But var. Və burada but'ın deməli bir tərəfi təsdiq, bir tərəfi inkar ola bilər və görürük ki, burada nədir? Fiilimiz keçmiş zamandadır. Çünki sonunda nədir? S yoxdur. Və burada bir tərəfi təsdiqdə işlənib, ikinci tərəfi isə inkarda. Ona görə 5-i götürürük və doğru cavabımız 1, 2, 5, deməli B variantı olur. 44-də isə baxırıq ki, burada deməli nədir? Bu putdur və feilimiz yəni təsdiqdədir. Deməli biz burada inkarları əvvəlcə atırıq. Və burada baxırıq ki, feilimiz nədir? Keçmişdədir. Çünki üçüncü şəxsin təkidir və feilin kökündə burada S yoxdursa, deməli bu keçmişdədir. Deməli 1-də hər şey qaydasındadır, 3-də də həmçinin. 5-də isə baxırıq ki, burada but var. But'ın isə bir tərəfi təsdiq, bir tərəfi inkarda işlənə bilər və görürük ki, burada didn't işlənib. Yəni didin inkarıdır. Yəni burada. Ona görə 5-ə düzdür. 1, 3, 5 deməli Y variantı doğru olur. 45-də isə baxırıq ki, burada bizdə inkarlıq verilib. Ona görə biz sonu atırıq. O sonu da atırıq və yerdə isə nə qalır? 2, 4 deməli bizim doğru cavabımızdır. 46-da isə baxırıq ki, burada cümləmizdə nə işlənib? İnkar işlənib. Deməli biz burada sonu atırıq, deməli tunu atırıq, bunlar çıxır. Və burada deməli either olan cümlədə biz inkar işlətməliyik. Bu təsdiqdə verib, bu çıxır. Və burada isə nə qalır bizdə? A və C variantları. Burada isə görür ki, nə var? Haven't və ondan sonra feilin 3-cü forması var. Bu nədir? Bitmiş zamanı göstərir. Deməli biz have-i götürməliyik. Ona görə nə olur? A variantı. Çünki C-də nə işlənib? Did işlənib. Ona görə biz bunu çıxırıq. 47-yə baxırıq. Görürük ki, burada nədir? Cümləmiz təsdiqdədir. Deməli biz burada inkarları nə edirik? Atırıq. Və yerdə isə nə qalır? Deməli Y variantı. 48-də isə baxırıq ki, cümləmiz təsdiqdə işlənib. Təsdiqdə işlənibsə, deməli burada inkarları əvvəlcə yəni atırıq. Və burada nə qalır? B və Y variantları. Burada isə görürük ki, to var və to'dan da yəni didn't olmaz. Bunu da atırıq və yerdə nə qalır? Deməli B variantı. 49-da isə deməli cümləmiz nədir? Təsdiqdədir. Cümləmiz təsdiqdədirsə, biz burada deməli B-ni atırıq. Daha sonra deməli burada C-ni də atırıq və burada A-da isə baxırıq ki, to var. Təsdiqdə amma don't işlənib, inkar burada çıxır. Və burada deməli nə qalır? D və Y variantları görürük ki, burada nədir? Have to-dur və have to nədir? İndikini göstərir. Ya did olmalıdır, ya do. İndiki olduğu üçün did atırıq və yerdə nə qalır? Deməli D variantı. 50-də isə baxırıq ki, burada I have to-dur və bu təsdiqdə işlənib. Təsdiqdə işlənibsə, deməli burada biz C-ni atırıq, D-ni atırıq. Adı isə və görürük ki, nə var burada? To işlənib. Burada təsdiq olsa da, yəni burada inkar işlənib. Yəni təsdiqlə inkar birlikdə olmaz. Burada nə qalır? B və Y variantları. Burada isə görürük ki, nədir? Bu indiki zamanda işlənib. Have, ona görə did olmaz. Deməli biz yeni götürürük. Daha sonra isə 51-ə baxaq. Görürük ki, cümləmizdə nə var? İnkar var. İnkar varsa, deməli biz təsdiqləri atırıq. So gedir. Daha sonra isə D-də baxırıq ki, burada nə işlənib? Yəni bir cümlədə 2 inkar işlənib. Bu da çıxır. Deməli bizdə nə qalır? A və C variantları. Burada görürük ki, I və have var və sin var. Yəni deməli have üstə gəlsin feilin 3-cü forması nəyə göstərir? Bitmiş zamanı. Ona görə biz burada do-nu atırıq. Deməli have olanı seçməliyik və doğru cavabımız A variantıdır. 52-də isə baxırıq ki, burada feilimiz nədir? İnkarda işlənib. Deməli təsdiqləri atırıq. So gedir, A və Y variantlar getdi. Daha sonra isə deməli burada nəyə baxırıq? Görürük ki, B və D variantlar əslində bir-birinə nə olardı? Bərabər olardı. Amma ki, burada D-də baxırıq ki, either nə olmadı? Cümlə dedi ki, sonunda işlənməlidir. Deməli, D çıxır. Burada nə qalır? B və C variantları. Və burada nə görürük ki, have üstə gəlsə feilin 3-cü forması bitmiş zamandır. Bitmiş zaman isə biz nədən istifadə etməliyik? Have-dən. Ona görə 52-də bizim doğru cavabımız B olur. C isə nəyə göstərir? Keçmiş zamanı. 53-də isə baxırıq ki, burada cümləmiz nədə işlənib? Təsdiqdə işlənib. Deməli, burada biz inkarları atırıq. Və burada baxırıq ki, C və Y qalır və burada batın birinci tərəfi görürük ki, təsdiqdədir. İkinci tərəfi isə nə olmadı? İnkarda olmadı. We don't olmalıydı. Ona görə bizim doğru cavabımız C variantıdır. 54-də isə baxırıq ki, burada cümləmiz inkarda işlənib. Deməli, biz burada təsdiqləri atırıq. Daha sonra deməli, so da gedir.
Və burada baxırıq ki, deməli Batın birinci tərəfi inkarda işlənib, ikinci tərəfi isə deməli normaldır, təsdiqdə olmalıdır. Ona görə bu da çıxır. Daha sonra isə 54-də deməli görürük nədir? Aydır cümlənin sonunda işlənməlidir. Biz onu əvvəldə işlətmirik və yerdə qalır A variantı. 55-i isə baxırıq ki, cümləmiz inkardadır. Ona görə biz təsdiq olanları atırıq. Daha sonra isə baxarıq ki, aydır cümlənin sonunda işləməlidir. Bu da çıxır. Və Batın onsuz da bir tərəfi inkarda işlənib. Burada ikinci tərəf isə təsdiqdə olmalıdır. Yəni, but, we, do şəklində. Və yerdə nə qalır deməli? D variantı. 56-da isə baxırıq ki, nədir? Cümləmiz inkarda işləm. İnkarda işləmsə deməli sonu atırıq, ol sonu atırıq və yerdə nə qalır? 1, 4. Deməli, C variantı. 57-də isə baxırıq ki, cümləmiz nədir? İnkarda işlənib. İnkarda isə deməli biz təsdiqləri atırıq və yerdə qalır 1, 3. D variantı. 58-də isə baxırıq ki, cümləmizdə inkar var. Deməli, burada təsdiqləri atsaq nə qalır? 1, 4. Deməli, D variantı. Daha sonra isə 59-a baxırıq. 59-da isə baxırıq ki, cümləmizdə inkar var. İnkar varsa tunu atırıq, sonu atırıq. Bunlar təsdiqdir. Qalır nə? 1, 3. Deməli, A variantıdır. 60-da isə baxırıq ki, cümləmiz təsdiqdədirsə, deməli, inkarlar burada çıxır. Burada isə but var. Batın onsuz bir tərəfi təsdiqdədirsə, ikinci tərəf inkarda olmalıdır. Bu da çıxır. Burada isə bu nədir? Has to-dur. Has to modalında isə nə olur? Deməli, biz onun sualında, inkarında nə istifadə edirik? Do, does deyil və onların inkarını. Və burada deməli nədir? Have atırıq. Yerdə qalır nə? Deməli, Y variantı. Daha sonra 61-ci sualda görürük ki, cümləmiz nədir? Təsdiqdə işləm. Təsdiqlər isə deməli biz buradan inkarları atmalıyıq. Daha sonra isə deməli C, D, Y variantları qalır. Görürük ki, burada həzdən sonra nə işlənib? Feilin 3-cü forması. Bu da nəyə göstərir? Bitmiş zaman. Bitmiş zamanda nədən istifadə edirik? Özündən, yəni həzdən, həvdə. Ona görə də biz deməli burada nəyə götürürük? C variantı bizim doğru cavabımızdır. 62-də isə baxırıq ki, nədir? Burada cümləmiz təsdiqdə işləm. Təsdiqdə isə deməli biz burada inkarları atırıq. Yerdə isə qalır 2, 4. Deməli B variantı olur. 63-də isə baxırıq ki, cümləmizdə nə var? İnkar var. İnkar varsa deməli biz buradan təsdiqləri atırıq. Daha sonra isə baxırıq ki, cümlədə nə var? But var. Batın bir tərəfi deməli təsdiq, bir tərəfi inkar və yaxud da ki, əksinə birinci inkar, daha sonra isə təsdiq gələ bilər. Amma birdə baxırıq ki, yəni cümlənin hər iki tərəfinə inkar verib. Ona görə 1, 2 səhvdir. 3-də hər şey deməli qaydasındadır. 4-də də yenə görürük ki, cümlənin bir tərəfi inkarda, bir tərəfi təsdiqdə verib. Bu da qaydasındadır. 5-də də yenə həmçinin. Deməli bizim doğru cavablarımız 3, 4, 5. Nə olur? C variantı. 64-də isə baxırıq ki, cümləmiz nədir? İnkarda işləm. İnkarda isə deməli biz burada təsdiqləri deməli atırıq. Also da gedir və yerdə nə qalır? Deməli burada I never behave so. Amma burada bizdə deməli so nə mənadadır? Buna diqqətlə baxmalıyıq. So burada həmçinin mənasında yox, elə mənasındadır. Yəni deyir ki, he never behaves so. Yəni o heç vaxt elə davranmır. Deməli, burada biz bu so hissəsini ayırmalıyıq və sonra baxırıq ki, nə qoyuruq. Deməli, burada bu so hissəsi ayrıdır. Buradan sonraki hissəyə baxırıq. Görürük ki, burada nədir? Məsələn, C-də bu sodur, I bizdə həmçinin mənasını olandır. Bu təsdiqdir, bunu çıxırıq. Burada isə I don't also. Also yenə burada təsdiqlədir deyə gedir. Qalır burada deməli nə? A, B və C variantları. Görürük ki, bu nədir? İndiki zamandadır. Deməli, biz burada did atırıq. Bu nədir? Keçmiş zamandadır. Ona görə did çıxır. Qalır burada nə? A və B variantları. Və burada isə görürük ki, I never behave so too. I never behave so either. Burada isə cümləmizin sonuna nə var? To var. Deməli, to'ya görə atırıq və yerdə nə qalır burada? Deməli, B variantı. Yəni, əsas buradakı so cümlədə işlənən elə mənasındadır. Yəni, o heç vaxt elə davranmır. Daha sonra isə deməli baxaq 65-ə. 65-də isə görürük ki, cümləmizdə inkar var. İnkar varsa biz deməli burada olsunu atırıq, sonu atırıq, daha sonra tunu atırıq, qalır B və D variantları. Görürük ki, aradakı tək fərq nədir? Zamanla bağlıdır. Baxaq görək ki, cümləmiz hansı zamanda işlənib. Görürük ki, feilin sonunda nə yoxdur? S yoxdur. S yoxdursa bu deməli hansı zamandadır? Keçmişdədir. Ona görə bizim doğru cavabımız D variantı olur. 66-da isə baxırıq ki, cümləmiz təsdiqdədir. Deməli, biz buradan inkarları atmalıyıq.
Və burada baxırıq ki, but var və but işlənibsə cümlənin deməli bir tərəfi təsdiq, digər tərəfi inkar olmalıdır. Yəni burada fərqi yoxdur. Əsas odur but'ın bir tərəfi, yəni təsdiqli, digər tərəfi inkarda olmalıdır. Amma burada baxırıq ki, hər iki tərəf təsdiqləyişəm. Deməli bizim doğru cavabımız nə olur burada? B variantı. 67-də isə deməli baxırıq ki, cümləmiz nədir? İnkarda işləm. İnkarda işləmsə deməli biz burada tunu atırıq, daha sonra sona atırıq, deməli soda gedir və bir cümlədə 2 deməli inkar olmaz. Ona görə burada nə qalır? Deməli C variantı. 68-də isə baxırıq ki, cümləmiz nədir? İnkarda işləm. Deməli biz burada solları atsaq, elə yerdə nə qalır? 2, 4, deməli B variantı. 69-da isə baxırıq ki, cümləmiz təsdiqlədir. Cümlə təsdiqlədirsə solları atdıqda elə avtomatik olaraq 1, 4, deməli Y variantı qalır. Amma ki, burada diqqətdən baxaq. Yox, burada Sally knows English and French. Burada neither don't I. Bizdən deməli nə istəyir? Cümləmiz nədir? Təsdiqdədir. Burada baxırıq ki, qarışıqlı oldu. Burada baxırıq ki, cümləmiz nədir? Təsdiqdədir. Cümləmiz təsdiqdədirsə biz deməli burada inkarı atırıq və yerdə nə qalır? 3, 4. Deməli nə olur? B variantı. Çünki 1 və 2 nədir? İnkarda işləm. O da nə olur burada? Deməli 69-da B variantı. 70-də isə baxırıq ki, cümləmiz nədir? Təsdiqdədir. Cümləmiz təsdiqdədirsə burada inkarları deməli atırıq və yerdə nə qalır? 3, 4. Deməli 70-də B variantı olur. 71-də isə baxırıq ki, cümləmiz nədir? İnkarda işlənib. İnkar isə deməli biz burada təsdiqləri atırıq və baxırıq ki, bir cümlədə 2 inkar olmaz. Ona görə 71-də bizim doğru cavabımız Y variantıdır. Və burada isə görürük ki, cümləmiz nədir? İnkarda işlənib. Ona görə biz tunu, sonu atırıq. Çünki bunlar nədir? Təsdiq göstərir. 7 isə baxırıq ki, bir cümlədə 2 inkar olmaz. Ona görə nə olur? Deməli doğru cavabımız D-dir. 73-də isə baxırıq ki, deməli cümləmiz təsdiqdə işlənib. Deməli biz burada inkarları atırıq, D-ni atırıq, Y-ni atırıq və deməli burada baxırıq ki, bizə təsdiq lazımdır. Yenə adı da inkar var. Burada çıxır, qalır B və C variantları. Batın isə bir tərəfi təsdiqdirsə, ikinci tərəfi nə olmalıdır? İnkarda olmalıdır. Bu isə təsdiqdə verilib, qalır burada nə? Deməli B variantı olur. 74-də isə baxırıq ki, cümləmizdə nə var? İnkar var. İnkar isə deməli biz burada təsdiqləri ataq. Deməli so gedir burada, olsa da çıxır. Daha sonra isə burada nəyə baxırıq? A, C, D variantları sadəcə zamanlarına görə fərqlənir. Burada isə görürük ki, nə var? İndiki zamanda olan bir fiildir. Ona görə biz burada deməli did-i atırıq. Yəni is, to be-dir. Bizə o da lazımdır. Qalır burada nə? Deməli A variantı. 75-də görürük ki, cümləmiz nədir? İnkardadır. Ona görə biz tunu atırıq. Sonra deməli sona atırıq. D-də isə either olan cümlədə inkar olmalıdır. Bu da çıxır. Qalır A, C. Baxırıq ki, aradakı tək fərq nədir? Zamandır. Baxırıq ki, burada fiilimizin kökündə nə var? IS var. Deməli, bu nəyə göstərir? İndiki zamanı. Ona görə bizim doğru cavabımız A-dır. 76-da isə burada cümləmizdə nə var? Deməli, inkardır. İnkardırsa, burada biz təsdiqləri atmalıyıq. Təsdiqlər də hansındadır? To-da var. Daha sonra isə so-dur. Və burada baxırıq ki, nə işlənib? But işlənib. Burada deməli but varsa nəyə diqqət edirik? Görürük ki, deməli burada nə işlənib? But işlənib. But'ın isə bir tərəfi deməli təsdiq, bir tərəfi inkar olmalıdır. Görürük ki, bu tərəfi nədir? Deməli nədə işlənib? İnkarda. İnkar isə deməli biz batdan sonra təsdiq axtarmalıyıq və burada deməli bizə təsdiq lazımdır. İkinci tərəfdə ona görə biz B-ni atdıq. Burada isə qalır nə? A və Y variantları. Burada isə either olan cümlədə inkar olmalıdır. Amma bizə burada ümumiyyətcə inkar lazım deyildi. Onu da çıxırıq, qalır burada deməli nə? Y variantı. 77-də görürük ki, cümləmiz inkardadır. Ona görə biz təsdiqləri ən birinci atırıq. Görürük ki, cümləmizdə nə var? But var. Və burada either olan cümlədə inkar olmalıdır. Bu da çıxır. Qalır B və D variantları. Görürük ki, batın bir tərəfi inkar isə ikinci tərəf təsdiq olmalıdır. Ona görə də biz deməli B-ni yox, Y-ni götürürük. 78-də isə baxırıq ki, cümləmiz nədir? İnkardadır. İnkardadırsa biz təsdiqləri atırıq və burada isə deməli bir cümlədə
2 inkar olmaz. Bu da gedir. Qalır 1, 4. Deməli, C variantı. 79-da isə baxırıq ki, cümləmiz nədir? İnkardadır. Və ona görə biz təsdiqləri atırıq və bir cümlədə də 2 inkar olmaz. Qalır nə? 1, 4. B variantı. Daha sonra isə səsinə baxırıq ki, cümləmiz nədir? Təsdiqdədir. Və burada deməli inkar olanları çıxsaq qalır 1, 4, deməli Y variantı. 81-də isə baxırıq ki, cümləmiz nədir? Təsdiqdədir. Ona görə inkar olanları çıxsaq 1, 4, deməli B variantı qalır. 82-də isə görürük ki, cümləmiz nədir? İnkardadır. Ona görə biz buradan təsdiq olanları atırıq. Bir cümlədə 2 inkar olmaz, C-də gedir və burada deməli aydın olan cümlədə nə olmalıdır? İnkar işləməlidir. Və yerdə isə nə qalır? Deməli Y variantı. 83-də isə görürük ki, cümləmiz nədir? İnkardadır. Ona görə biz təsdiqləri atırıq. Bir cümlədə 2 inkar olmaz. Və aydın olan cümlədə isə inkar işlənməlidir. Yerdə qalır deməli nə? A variantı. 84-də isə görürük ki, cümləmizdə inkar işlənib. Deməli biz burada son atırıq təsdiqdir. Deməli D-də gedir. Qalanlarında isə görürük ki, burada nədir? Feilin kökündə S yoxdursa, deməli bu keçmişdədir. Ona görə biz do və don't atırıq. Çünki onlar indiki zamanı göstərir. Deməli 84-də nə olur? C variantı. 85-də isə burada nə olur? Deməli bu inkarda işlənib. İnkardadırsa deməli burada biz sonu atırıq təsdiqdir. Sonu da yəni C-də atırıq. Və burada isə A, B və Y variantlarını fərqləndirən tək şey onların bildiyim ki, işləndiyi zamandır. İndi baxaq görək ki, bu bizə nə işlənib? Have və heard. Bu nədir? Have üsəgənsən feilin 3-cü forması, deməli bitmiş zamandır. Bitmiş zamanda özdə nə olur? Has və have-dən istifadə edirik. Ona görə bizim cavabımız Y variantı olur. 86-da isə burada nə olur? İnkarlıq işlənib. İnkarlıq işlənibsə, deməli biz buradan təsdiqləri atmalıyıq və burada ümumiyyətlə təsdiq yoxdur. Baxaq ki, aydın cümlənin əvvəlində işlənib, bu çıxır. Daha sonra isə deməli burada aydın olan cümlədə inkarlıq işlənməlidir. Bu da gedir. Daha sonra isə deməli batın bir tərəfi onsuz da inkarda verib, ikinci tərəf isə təsdiqli olmalıdır. Ona görə burada çıxır. Qalır C və D variantlar. Burada isə tək fərq nədir? Zaman cəhətdən. Və baxırıq ki, burada have üstəgəlsin feilin 3-cü formasıdır. Yəni bitmiş zamandırsa, elə has have-dən istifadə etməli. Ona görə dazda çıxır. Yerdə qalır deməli nə? D variantı. 87-də isə baxırıq ki, cümləmizdə nə var? İnkar var. Deməli, inkar varsa biz buradan təsdiqləri atırıq, amma təsdiq burada yoxdur. Ada baxsaq ki, aydın olan cümlədə inkar lazımdır. İnkar verilmir. Bu gedir. Aydın cümlənin əvvəlində olmur, sonunda olur. Burada çıxır. Deməli, D-də isə baxırıq ki, burada cümləmizin onsuz bir tərəfi inkardadırsa, ikinci tərəfdə nə olmalıdır? Batdan sonra təsdiq işləməlidir. Burada çıxır. Deməli, bizdə burada nə qalır? Və burada ümumiyyətlə C-də cümlə ardıcılığı da pozulub. Çünki nadir sonra köməkçi feil olmalıydı. Ondan sonra isə deməli mübtəda qalır avtomatik nə? Y variantı olur. 88-də isə cümləmiz nədir? Təsdiqdədir. Deməli biz inkarları atırıq buradan. Və yerdə isə nə qalır? Deməli D variantı. 89-da isə görürük ki, cümləmizdə nə var? İnkar var. Deməli biz təsdiqləri atırıq. Bir cümlədə 2 inkar olmaz. Görürük ki, A və Y-ni bir-birindən fərqləndirən zamanlarda görürük ki, didn't nədir? Keçmişə. Deməli didi götürməli. Ona görə nə olur? Y variantı. 90-da isə görürük ki, nədir? Cümləmiz təsdiqdədir. Deməli inkarları atırıq. Ondan sonra Y-də gedir. Yerdə nə qalır? Deməli B variantı. Daha sonra 91-ci sualda görürük ki, cümləmizdə inkar işləb. Ona görə biz təsdiqləri atırıq və görürük ki, bir cümlədə 2 inkar olmaz. Ona görə bizim doğru cavabımız C-dir. 92-də isə görürük ki, cümləmiz inkardadır. Ona görə sonu atırıq, so gedir. Daha sonra isə bir cümlədə 2 inkar olmaz. Və burada deməli baxırıq ki, 7 cümlə ardıcılığımız necə olmalıdır? Deməli nadir, daha sonra bizdə köməkçi feil, ondan sonra isə nə olmalıdır? Bizim mübtədamız. Ona görə bizim avtomatik olaraq cavabımız nə olur? D variantı. 93-də isə baxırıq ki, cümləmizdə inkarlıq var. Ona görə bizə deməli təsdiqlər deməli gedir. Və burada A və Y arasındakı fərq zamandır. Görürük ki, feilimizin sonunda deməli nə yoxdur? S yoxdur. Deməli bu nədir? Keçmiş zamandadır. Ona görə bizim cavabımız Y-dir. 94-də isə görürük ki, nədir? Cümləmiz təsdiqdədir. Ona görə biz burada inkarları atırıq.
Və deməli burada baxırıq ki, had to-dursa burada nə olur? Deməli modal feildir və bu zamansa biz deməli diddən istifadə etməliyik. Ona görə had olanlar gedir və yerdə deməli nə qalır? A variantı. Daha sonra isə 95-ə baxırıq. Görürük ki, cümləmiz nədir? Təsdiqdədir və had to modaldır. Deməli biz burada inkarı atırıq və görürük ki, bu had to-dursa deməli biz nədən istifadə etməliyik? Diddən istifadə etməliyik. O da yalnız deməli bir variantda var və olur cavabımız Y. 96-da isə baxırıq ki, burada have-lə cavab verib. Əgər ki, have-lə cavab verilibsə, deməli bizə bitmiş zaman lazımdır. Yəni has, have feilin deməli 3-cü forması. Və nə olmalıdır? Təsdiqdə işlənməlidir. Bu ikisinə diqqət etməliyik. Görürük ki, have to varsa biz deməli nədən cavab verərik? Deməli do və does'dan istifadə edərdik. Deməli A gedir. Deməli burada has difficulty var. Yəni bu nədir? Normal feildir. Özündən sonra isim işləm. Deməli biz burada do does'dan istifadə edirik. Burada çıxır. C-də isə deməli hər şey qaydasındadır. Deməli feilin has, have, üstə gəlsən feilin 3-cü formasıdır və təsdiqdədir. Deməli, dediksə siz baxa bilərsiniz ki, bəs burada da deməli have var və üstə gəlsən feilin 3-cü formasıdır. Amma bu inkarda işləm. Əgər ki, burada ikinci cümləmizdə inkarlıqdan bağlı nəsə olsaydı, onu da biz deyəni götürə bilərdik. Amma yoxdur. Yeddə isə deməli eynisidir. 97-də isə baxırıq ki, yəni burada so have the other girls. Görür ki, burada nədir? Have işlənib. Have işlənibsə deməli burada has, have feilin 3-cü forması olur. Yəni bitmiş zamandır ki, deməli burada have-dan cavab verilib və burada nə olmalıdır? Təsdiqdə işlənməlidir. Deməli burada made nədir? Keçmiş zamandadır. Deməli burada did-dən cavab verildi. Bu çıxır. B-də hər şey qaydasındadır. Çünki have üstə gəlsin feilin 3-cü formasıdır. C-də isə görür ki, nədir? Have to-dur. Have to olduğu üçün biz orada do does did-dən cavab verərdik bu hissədə. Ona görə deməli C-də gedir. D-də isə baxırıq ki, hər şey qaydasındadır. Has, have üstə gəlsin feilin 3-cü forması. Amma bu nədədir? İnkardadır. D-də də deməli eyni qayda idi. Ona görə bizim cavabımız B olur. Daha sonra isə 98-də deməli burada does-dan cavab verilirsə, bu indiki zamanda olan bir feil olmalıdır. Görürük ki, burada nə var? Apostrophe s və üstə gəlsin feilin 3-cü forması. Bu nədir? Has reading qısaldılmış haldır. Yəni indiki bitmişdir. Ona da biz deməli nədən istifadə edərdik? Has, have-dən. Bu gedir. Belə də həmçinin eynisidir. Bu has gotten qısaldılmış haldır. Biz has, have-dən cavab verərik. Bu da çıxır. Burada nə var? Deməli, keçmiş var. Deməli, biz burada did-dən istifadə edərdik. Deyək, eynisidir. Feilin 3-cü forması gəlibsə, deməli, has, have-dən cavab veririk. Yəni, bitmiş zamandır. Və burada isə has to var. Yəni, indiki zamanda olan bu modaldır. Ona görə biz nədən cavab verərik? Does-dan. Deməli, 98-də Y oldu. 99-da isə görürük ki, burada did var. Deməli, bizə keçmiş zamanda olan feil və yaxud da ki, had to lazımdır. Ona görə bizim doğru cavabımız elə A variantı olur. B-də isə görürük ki, burada nə var? S var. Ona görə biz burada do və does-dan istifadə edə bilərdik. Bu gedir. Burada was varsa, deməli, nədir? Keçmiş zamanda olan to be-dir. Ya was-dan, ya da ki, were-dən cavab veririk. Dediksə, burada nə var? Apostrophe, s və got var. Has got-dursa, deməli, burada biz has, have-dən cavab veririk. Edirsə, had completed, yəni keçmiş bitmişsə, deməli, had-dən istifadə edirik. Daha sonra isə 100-ə baxaq. Görürük ki, burada nə var? Has to var. Has to varsa, deməli, bizə nə lazımdır? Do və yaxud da ki, does-dan istifadə etməliyik. Burada deməli, has istifadə olunur. Burada did-dir, had-dir, gedir, qalır nə? Deməli, B variantı. 101-də isə görürük ki, burada has to var. Has to varsa deməli nə olmalıdır? Ya do ya da ki, does-dan istifadə edirik. Çünki modaldır. Burada deməli, did gedir, haslar gedir. Yerdə deməli nə qalır? Deməli, D variantı olur. 102-də isə görürük ki, burada nə var? Burst-dir və bunun sonunda S yoxdur. Deməli, bu nədir? Keçmiş zamandadır. Bizə nə lazımdır? Did lazımdır. Did lazımdırsa, deməli, və bu nədir? Təsdiqdədir. Təsdiqdədirsə, deməli, burada I-dir atırıq, I-dir gedir və burada nə lazım idi bizə? Deməli, did. Did də hansında var? Yalnız, deməli, S variantındadır. 103-də isə görürük ki, burada feilin kökündə S yoxdur. Deməli, bu keçmiş zamandadır. Burada nə olmalıdır? Did olmalıdır. Did də, deməli, hansı variantlarda, deməli, yoxdur, onları çıxaq. Və bu nədir? Təsdiqdə işləm. Təsdiqdədirsə, deməli, biz burada I-dir də atırıq, I-dir də atırıq. Yerdə qalır, deməli, nə? Y variantı.
104-də isə görürük ki, cümləmizdə inkarlıq var. İnkarlıqsa deməli sonu atırıq. Bir cümlədə 2 inkar olmur, buna da çıxır. Daha sonra deməli sonu atırıq, qalır C-dir. Və burada görürük ki, cümləmiz inkarlıqdırsa, deməli batdan sonra təsdiq olmalıydı. Amma burada yenə inkarlıq işlənib. Yerdə isə deməli nə qalır? C variantı. 105-də isə görürük ki, cümləmiz təsdiqdədir və burada have to işləm. Have to işləmsə deməli do olmalıdır ya da ki does olmalıdır, ikisindən biri. Burada deməli had gedir. Birinci biz deməli burada inkarlarımızı yenə atsaq, burada nə qalır? A, C, Y qalırdı və burada bizə deməli do, does lazımdırsa, yalnız doğru cavabımız Y-dədir. 106 isə burada had to var və burada nə olmalıdır? Did olmalıdır və deməli nə işlətməliyik? Təsdiq olmalıdır. Əvvəlcə inkarlarımızı deməli atırıq və burada baxırıq ki, bizə deyir ki, did lazımdır. Did də yalnız deməli C variantındadır. 107 isə baxırıq ki, so do. Do-dan cavab veribsə, deməli nə olmalıdır? İndiki zamanda olan bir feil olmalıdır və yaxud da ki, has, have, to bunlardan biri. Deməli biz burada birinci inkar olan cümlələri atırıq. Çünki bizə təsdiq lazımdır. Deməli ona görə B-ni atdıq. Daha sonra baxırıq ki, üçüncü şəxsin təkidi və feilin kökündə S yoxsa, deməli bu keçmişdədir. Buna biz did-dən cavab veririk, bu çıxır. C-də deməli yenə feilin kökündə S yoxdur və üçüncü şəxsin nədir? Təkidi bu. Deməli burada nə olmalı? Did olmalıydı. Bu da getdi. Deməli D-də yenə feilin kökündə burada deməli she lay on the sofa to have a rest. Burada isə baxırıq ki, deməli nə qalır yerdə? Y variantı olur. Linda does. Bizə nə lazımdır? Does. Ona görə nə olur? Bizim doğru cavabımız Y olur. Və burada baxırıq ki, deməli D-də bu onsuz da feil keçmişdədir. Yəni o avtomatik olaraq biz nədən cavab veririk? Did-dən cavab veririk. Və elə bizim cavabımız deməli nə qaldı burada? Elə Y olmuşdu. Daha sonra isə deməli biz nəyə baxırıq? 108-i. Görürük ki, burada do-dan cavab verir və deməli nədir? Bu təsdiq lazımdır. Ona görə biz A-nı atırıq, A gedir. Və burada deməli B variantında hər şey qaydasındadır. Daha sonra isə görürük ki, C-də feilin kökündə S yoxdur. Feilin kökündə deməli S yoxdursa, bu nədir? Keçmişdədir. Nə olur? Burada did. Daha sonra isə D-də deməli baxırıq ki, nədir? Feil keçmişdədir. Burada nə olur? Did olur. D deməli gedir və Y-də isə baxırıq ki, feilin kökündə nə yoxdur? Üçüncü şəxsin təkidi isə və feilin sonunda deməli S yoxdursa, burada did olur. Y-də deməli nə qalır? B variantı olur. 109-da isə baxırıq ki, cümləmiz nədir? Təsdiqlədir. Deməli biz burada inkarları atırıq və yerdə nə qalır? Deməli A variantı. 110-da isə baxırıq ki, deməli feilimiz, burada cümləmiz nədir? Təsdiqlidir. Deməli burada inkarlar gedir və yerdə deməli nə qalır? D variantı. 11-də isə baxırıq ki, cümləmiz təsdiqdədir. Burada deməli inkarlar əvvəlcə gedir və baxırıq ki, batdan əvvəl əgər təsdiqdirsə, batdan sonra inkar olmalıdır. Bu da çıxır və burada baxırıq ki, has və nəyə işlənir? Feilin üçüncü forması. Deməli biz has, have-dən cavab verməliyik. Ona görə bizim cavabımız deməli nə olur? C. 12-də isə baxırıq ki, feilimiz inkardadır. Burada deməli təsdiqlər deməli çıxır. Və burada either-dən əvvəl nə olmalıydı? İnkar işləməlidir. Bu da gedir. Qalır A və B variantlar. Burada isə görürük ki, have-dən sonra nə işlənib? Feil işlənib. Bu da nədir? Deməli, bitmiş zamandır. Ona görə bizim doğru cavabımız A variantı olur. 113-də isə baxırıq ki, feilimiz nədir? İnkarda işlənib. Deməli, biz burada təsdiqləri atırıq və burada either-dən əvvəl nə olmalıydı? İnkar olmalıydı. Bu da çıxır və burada A və B variantları qalır. Görürük ki, burada have və feilin üçüncü forması işlənib. Ona görə has, have-dən cavab verməliyik və doğru cavabımız nə olur? Deməli, B variantı. 14-də isə görürük ki, burada nədir? Təsdiqdir. Deməli, biz burada inkar olanı götürməməliyik. Məsələn, Y variantı gedir və burada nə olmalıdır? İndiki zamanda. Görürük ki, feil üçüncü şəxs, deməli, şəxs burada üçüncü şəxsdir və görürük ki, feilin sonunda S yoxdur. Deməli, bu keçmişdə də did-dən cavab verir, bu gedir. Daha sonra isə deməli, B variantı bizim doğru cavabımızdır. C-də isə görürük ki, bu üçüncü şəxsin təkidi və feilin sonunda S yoxdursa, deməli, bu nədir? Keçmiş zamanda did olur və lay keçmişdədir, yenə bu da did olur. Qalır, deməli, burada nə? B variantı olur. 15-də isə görürük ki, cümləmiz təsdiqdədir. Burada biz inkar olanı götürməməliyik.
Və baxırıq ki, indiki zamanda olmalıdır. Görürük ki, ada üçüncü şəxsin təkidir. Amma feilin kökündə s yoxdursa, deməli bu nədir? Keçmiş zamanıdır. Lay ümumiyyətlə yəni keçmişlərdə burada nə olur? Did olur. Burada yəni üçüncü şəxsin təkidir. Feilin sonunda s yoxdur. Burada did olmalıdır. Yəni keçmişlərdə. Və deməli burada D variantı bizim doğru cavabımızdır. 7 isə görürük ki, üçüncü şəxsin təkidir. Lakin kökündə s yoxdursa, deməli keçmişdir. Burada nə olur? Deməli did. 116 isə baxırıq ki, burada have-dən cavab verilib. Burada have-dən cavab verilibsə nə olmalı? Bitmiş zaman olmalıdır. Və deməli nə tapmalıyıq? Has, have, üstə gəlinsin, feilin üçüncü forması. Bu olmalıdır. Ada görürük ki, burada nədir? Feil üstə gəlinsin nədir? İsim işlənir. Burada deməli do və does-dan istifadə edirik. Daha sonra yenə burada isim işlənib nə olur? Deməli do və yaxud da ki does işlənir. C-də isə burada have to işlənib. Burada have to işlənibsə, deməli nədən istifadə edirik? Yenə do və deməli does-dan istifadə edirik. Bu da çıxır. Daha sonra isə D-də deməli hər şey qaydasındadır. 7 isə görürük ki, burada nədir? Qaydasındadır, lakin inkar var deyə onu götürmürük və doğru cavabımız D-dir. 17-də isə deməli burada has işlənib. Burada has işlənibsə nə olur? Deməli has, have, deməli feilin üçüncü formasını götürməliyik biz. Burada görürük ki, yəni birincidə isim işlənib. İsim işlənibsə deməli burada nə olur? Do, does-dan istifadə olmalıdır. B-də deməli hər şey qaydasındadır. C-də isə görürük ki, isim işlənib, do, does-dan istifadə olmalı. D-də isə görürük ki, have to işlənib, yəni do, does olmalıdır. 7 isə baxırıq ki, hər şey qaydasında, lakin inkar işləndiyi üçün götürə bilmərik. Ona görə olur nə? Deməli B variantı. 18-də isə görürük ki, burada nədir? So işlənib, təsdiq olmalıdır və burada nədir? Do-dur. Deməli, baxırıq ki, normal feil olmalıdır. Görürük ki, ada üçüncü şəxsin təkidir. Feilin kökündə s yoxdur. Deməli, bu nədir? Did, keçmiş zamandadır. Deməli, belə yenə burada hang, yine bu qaydasız feildir. Burada nə olur? Keçmiş zamandır. Burada did olur. C-də isə burada feilin deməli sonunda s yoxdur, lakin üçüncü şəxsin təkidir. Deməli bu nədir? Keçmiş zamandadır. Bu da çıxır. D-də isə bu qaydasız feildir. Yəni deməli bu nədir? Keçmiş zamandadır. Bu da did olur. 7 isə deməli nə qalır? Y variantı. 19-da isə baxırıq ki, burada nə işlənib? Does işlənib və deməli bu nədir? Təsdiqlədir. Ada görürük ki, üçüncü şəxsin təkidir, lakin feilin kökündə s yoxdur deyə burada did olur. B-də isə baxırıq ki, yenə üçüncü şəxsin təkidir, lakin sonunda s yoxdur deyə burada did olur. C-də isə baxırıq ki, has to-dur, hər şey deməli qaydasındadır. D-də isə had to keçmişləri deyə burada nə olmalıdır? Did işlənməlidir. 7 isə baxırıq ki, burada led keçmişlərdir. Burada nə olur? Deməli did olur. Daha sonra isə 20-yə baxırıq. 20-də isə görürük ki, burada nədir? Deməli, burada nədir? İnkarda işlənib. Deməli, biz cümlədə inkarı axtarmalıyıq avtomatik. A-nı atırıq. Deməli, sonra C-ni hələ ki saxlayaq. D-ni də atırıq. Deməli, bunlar qalır. Və burada nədir? Do-dur. İndiki zamanda olmalıdır. B-də məsələn, feilin kökündə s yoxdur. Deməli, bu nədir? Keçmiş zamanda did olmalıydı. C-də də həmçinin burada feilin kökündə s yoxdursa və üçüncü şəxsin təkidirsə, deməli, bu da keçmişlərdir. Deməli, yerdə nə qalır? Y variantı. Daha sonra 121-ci sualda görürük ki, bizdə nə işlənib? Təsdiq işlənib. Deməli, biz ada inkarımızı atırıq və görürük ki, do işlənib indiki zamanda olmalıdır. Deməli, B-də hər şey qaydasındadır. C-də isə görürük ki, üçüncü şəxsin təkidir, lakin feilin sonunda s yoxdur deyə. Deməli, bu diddən düzəlməlidir. D-də isə yenə üçüncü şəxsin təkidir, lakin feilin kökündə s yoxdursa, deməli, burada nə olur? Diddən istifadə edirik. Və burada isə inkar işlənib, bizə isə təsdiq lazımdır. Qalır yerdə B variantı. 22-də isə baxırıq ki, cümləmizdə so təsdiq işlənib. Deməli, biz inkarları atmalıyıq. Daha sonra isə bu indiki zamanda olmalıdır. Belə görürük ki, üçüncü şəxsin təkidir, lakin feilin kökündə s yoxdur. Bunu da çıxırıq. C-də deməli, hər şey qaydasındadır. Səni götürürük. D-də isə deməli, üçüncü şəxsin təkidir, lakin feilin kökündə s yoxdursa, deməli, D-ni atırıq. 7 isə deməli, bu nədir? Keçmiş zamandadır. Bu da did olur. Qalır deməli, burada nə? C variantı. 3-də isə görürük ki, nədir? Həm təsdiqdir, həm indiki zamandadır. Deməli, burada inkar deyə bunu çıxırıq. Belə deməli, üçüncü şəxsin təkidir, lakin feilin kökündə s yoxdursa, deməli, bu nədir? Keçmişdə burada did olmalıydı. Bu gedir. Deməli, bizim doğru cavabımız C olur. D-də isə baxırıq ki, üçüncü şəxsin təkidir, lakin feilin kökündə s yoxdursa, deməli, keçmişdə did olur. 7 isə bu choose nədir? Keçmiş zamanda, yəni
kökündən dəyişir. Ona görə burada da yəni diddən istifadə edirik. 24-də isə baxırıq ki, cümləmizdə nə var? Never inkar. Deməli, biz burada təsdiqi atırıq və baxırıq ki, burada but işlənir. Butın isə birinci tərəfi inkar isə ikinci tərəf təsdiq olmalıdır. Amma bu da inkarda verib. Ona görə bu da çıxır. Və burada isə baxırıq ki, üçüncü şəxs təkiddir. Lakin feilin kökündə s yoxdursa, deməli keçmişdir və diddən istifadə etməliyik. Ona görə doğru cavabımız A-dır. Daha sonra isə 25-ə baxırıq. Görürük ki, burada nədir? Təsdiqdə işlənib. Deməli, biz burada inkarlarımızı atırıq və 4-də isə baxırıq ki, bata qədər təsdiqdə, batdan sonra inkar işlənib, bu düzdür. Deməli, doğru cavabımız 1, 4, 5 Y variantı olur. 26-da isə deməli, görürük ki, cümləmiz təsdiqdədir. Deməli, burada 2-ni atırıq, 3-ü atırıq. 4-də isə bata qədər təsdiqdə, batdan sonra inkar işlənib, bu düzdür. Deməli, doğru cavablarımız 1, 4, 5 B variantı olur. 27 deməli, burada nədir? Keçmiş zamandadır və təsdiqdədir. Deməli, biz əvvəlcə inkarlarımızı atırıq və görürük ki, hətta olursa, deməli, nədən istifadə etməliyik? Diddən. O da olur nə? Deməli, D variantı. 28-də baxırıq ki, burada daz işlənib və təsdiqdədir. Deməli, burada A-da hər şey qaydasındadır. B-də bu inkardır, amma bizdə təsdiq istəyir. C-də gələcək zamanlıdan bu indiki zamanda olmalıdır. Deməli, D-də isə inkardır. Buna görə atırıq. 7 isə baxırıq ki, üçüncü şəxsi təkiddir, lakin sonunda S yoxdursa, deməli nədir? Bu keçmişdədir. Ona görə bizim doğru cavabımız elə nə olur? Deməli, A variantıdır. Daha sonra isə baxaq, deməli nəyə? 29. 29-da isə görürük ki, burada nə işlənib? Dudu, indiki zamandadır və təsdiqdədir. Deməli, burada baxırıq ki, 29-da A-da hər şey qaydasındadır. B-də isə baxırıq ki, inkardır, amma bizdən təsdiq istəyir. Gələcək zamandadır, bu da çıxır. Və burada isə baxırıq ki, deməli nədir? Feilin kökündə S yoxdur, amma üçüncü şəxsin təkidir. Burada isə always-ə aldanmamaq lazımdır. Çünki bu müxtəlif zamanlarda işlənir. Yəni düzü əsasən indiki zamanda işlənir, amma digər zamanlarda işlənməsi mümkündür. 7 isə bu inkardadır, amma bizdən təsdiq istəyir. 30-da isə baxırıq ki, burada nədir? Apostrofe S-dən sonra nə işlənib? Deməli, burada article gəlib. Bu nəyi göstərir? Deməli, bu izin qısaldılmış halda, yəni to be axtarmalıyıq və birinci bu cümlə nədir? Təsdiqdədir. Ona görə inkarlarımızı atırıq və izi axtarsaq, deməli, cavabımız D olur. 31-də isə yenə görürük ki, apostrofe S-dən sonra article gəlib. Deməli, bu izin qısaldılmış halda və təsdiqdədir. Deməli, biz burada inkarlarımızı atırıq və burada to be-ni tapsaq, deməli, doğru cavabımız D olur. 32-də isə yenə görürük ki, apostrofe S-dən sonra nə gəlib? Sifət gəlib. Burada nə olur? İzin qısaldılmış halda. Biz burada deməli inkarlarımızı yəni atsaq və görürük ki, burada bata qədər təsdiqdirsə, batdan sonra inkar olur. Bu da doğrudur. Və dedik ki, biz burada nəyi axtarmalıyıq? İz axtarmalıyıq. Ona görə həzd atsaq, deməli yerdə nə qalır? 1, 2, 5 deməli nə olur? D variantı doğru cavabdır. 33-də isə görürük ki, apostrofe S-dən sonra deməli nə işləyib? Sifət işləyib. Deməli, bu nədir? İzin qısaldılmış halda və təsdiqdədir. Deməli, biz burada, məsələn, 4-ə atırıq, bu inkarlıq göstərir. 2-də isə deməli, baxırıq ki, bata qədər təsdiqdirsə, batdan sonra inkar olur. Bu düzdür və burada iz istəyir bizdən. Ona görə həzd atsaq, yerdə deməli nə qalır? 1, 2, 5 A variantıdır. 34-də isə baxırıq ki, həftədir. Həftə isə deməli, biz nədən istifadə etməliyik? Dudan və deməli, dazda. Görürük ki, burada inkarları atmalıyıq və burada baxırıq ki, nədir? Dudazdırsa, deməli, həzləri də atsaq, qalır A və Y variantları. Niyə səhvdir? Çünki burada bata qədər əgər təsdiqsə, batdan sonra inkar olmalıydı. Ona görə bizim doğru cavabımız elə A-dır. 35-də isə burada have-dən cavab verilibsə, deməli, bizim birinci cümləmizdə has, have, üstə gələn isə nə olmalıdır? Feilin üçüncü forması. Burada isə baxırıq ki, made keçmişdədir. Burada nə olur? Did olur. Bu çıxır. Burada deməli have to nə olur? Biz deməli do'dan və does'dan istifadə edirik. Bu gedir. Burada isə hardly inkarlıq bedir, amma bizə solo təsdiqdir. Bu da gedir. 7 isə yenə inkarlıqdır. Deməli doğru cavabımız A'dır. 36-da isə baxırıq ki, cümləmiz nədir? İnkardadır. Deməli biz burada təsdiqi B-nə atırıq. Daha sonra isə deməli 7-də burada aid olan cümlədə nə işlənməlidir? İnkar olmalıdır. Bu da çıxır. Daha sonra isə burada baxırıq ki, nədir? Haven't talk bitmiş zamandır. Ona görə biz nə axtarmalıyıq? Deməli, has və have olmalıdır. Məsələn, baxaq ki, C-də did keçmişdədir. A-da yenə burada did keçmişdədir. Qalır deməli nə? D variantı olur.
37-də isə görürük ki, cümləmiz nədir? İnkarda işlənib. İnkardadırsa deməli baxaq ki, tunu atırıq, sonu atırıq. B-də bir cümlədə 2 inkar olmaz gedir. A-da isə cümlənin sonunda işlənməlidir. Bizim deməli doğru cavabımız nədir? D variantıdır. 38-də isə baxırıq ki, bura nə işlənib? Isn't işlənib. Deməli biz bura təsdiqləri atsaq və A-da isə baxırıq ki, bir cümlədə 2 inkar olmaz. Bu da gedir. Deməli 138-də bizim doğru cavabımız nədir? C-dir. 39-da isə baxırıq ki, cümləmiz nədir? İnkarda işlənib. Deməli biz təsdiqləri atırıq. A-da isə baxırıq ki, bir cümlədə 2 inkar olmaz və nə qalır burada? C variantı. 40-da isə baxırıq ki, had to nədir? Keçmişdədir. Did işləməlidir. Burada və təsdiqdə A-nı deməli atırıq, C-ni atırıq, D-ni yeni qalır deməli nə? B variantı. 41-də isə görürük ki, cümləmiz nədir? Təsdiqdədir. Deməli burada A-nı atırıq, B-ni atırıq, C gedir, Y gedir və deməli nə qalır? D variantı. 42-də isə görürük ki, cümləmiz təsdiqdədir. Burada don't gedir, B gedir. Deməli D, Y və yerdə isə nə qalır? C variantı. 43-də isə baxırıq ki, burada nə işlənib? Cümləmiz inkardadır. Burada isə so gedir, to gedir. Yerdə nə qalır? 1, 3, deməli D variantı olur. 44-də isə cümləmiz nədir? İnkardadır. Burada isə baxırıq ki, so, to təsdiqdədir. 1, 3, deməli 44-də A qalır. 45-də isə baxırıq ki, cümləmiz təsdiqdədir. Ona görə D-ni atırıq və yeni atırıq. Və burada baxırıq ki, have üstəgəlsin bin 3-cü formadır. Bu nə olur? Deməli, has have axtarmalıyıq. Ona görə doğru cavabımız C olur. 46-da isə baxırıq ki, cümləmiz təsdiqdədir. Ona görə D-ni atırıq, yeni atırıq və görürük ki, have üstəgəlsin feilin 3-cü forması var. Deməli, has have olmalıdır. O da doğru cavabımız A variantıdır. 47-də isə baxırıq ki, had to varsa, deməli, diddən istifadə etməliyik və təsdiqdədirsə, burada deməli, C-ni, D-ni atırıq və did olan yeganə variantda hansındadır? B-dədir. 48-də cümləmiz təsdiqdədir. Ona görə C-ni atırıq və baxırıq ki, burada to be-dən istifadə olunub və burada I-də atırıq və to be varsa deməli hansıdır? D və Y qalır və görürük ki, nədir? İndiki zamandadır. Ona görə cavabımız nə olur? Deməli Y. 49-da isə baxırıq ki, cümləmiz təsdiqdədir. Ona görə 3-ü atırıq və baxırıq ki, bata qədər təsdiqlədirsə, batdan sonra nə olmalıdır? İnkar olmalıdır. Ona görə 5-də çıxır və burada baxırıq ki, nədir bu? Deməli, the city police spread. Burada bizim doğru cavabımız da elə nə qalır? 1, 2 və nə olur? Deməli burada 4 olur və cavabımız da elə C qaldı.